Xoş gördük əziz dinləyicilər. Hörmüzdə aləm dəyib bir-birinə desə yanılmarıq. Deməli bilirsiniz ki, Amerika indi istəyir ki, Trump Hörmüzdə bir ittifaq yaratsın və o ittifaqla müəyyən mənada məsuliyyəti başqa ölkələrlə bölüşsün. Avropa başlayıb bununla məzələnməyə ki, aşı biz belə bilməzdik Amerika donanması niyə bu qədər zəifdir. Polşa bir tərəfdən deyir ki, aşı yox, bizim ona ehtiyacımız yoxdur. İngiltərə deyir ki, buna getməyə lazım deyil, hər halda Amerika bunu bacarar. Əlbəttə, əsas məsələ burada Amerika donanmasının zəifliyində deyil. Bilirsiniz ki, indiyə qədər baş verən bu 2 həftəlik müharibədə Amerika donanmasına qarşı heç bir dənə də bir hadisə, bir hücum baş verməyib. Əsas məsələ bu deyil. Əsas məsələ ondan ibarətdir ki, bugün Amerika istəyir ki, başqa ölkələri ora salmaqla müəyyən mənada artıq özü çıxsın, getsin oradan. Bu da alınmır. Niyə görə alınmır? Alınmayacaq da. Ona görə alınmır ki, müəyyən mənada sən ən yaxın müttəfiqin olan Avropanı Ukrayna qarşısında tək buraxdın və dedin, o sizin probleminizdir, gedin həll edin. İndi o köhnə qitə də, mən həmişə demişəm, bu köhnə qitə çox rasional, ağıllı və sakit bir siyasət yürüdən, yavaş-yavaş bir siyasət yürüdən, hətta indiyənə qədər onlara axmaq da deyə bilərlər, Avropa çöküb də deyə bilərlər. Nə deyirsən deyinən, baxırsan, görürsən ki, o sakit-sakit yerində qalıb, elə görsənir, amma bir də görürsən ki, bir qızıl kimi yerində üstün sildin və parıldadı. Bugün Avropada ona deyir ki, o problemi də sən yaratmısan, o problem sənindir. Ged yenə o problemlə çalış ki, o problemi həll elə. Yəni, məsələ bundan gedir ki, bugün Amerikanın buna ehtiyacı yoxdur. Sadəcə olaraq Trump öz canını qurtarmaq istəyir və Avropada müəyyən mənada onu tutub orada. Avropada istəyir ki, desin, ged indi sən də öz problemini həll elə. Bizi Ukrayna ilə tək qoydun. Yəni, nəyin bahasına olursa olsun, bu günləri İran məsələsini biz deyirik ki, bu İran məsələsi bitib. İran məsələsində artıq nöqtə vurulub. Yəni, İranın olan qalan infrastrukturu elə bir vəziyyətə salınıb ki, İran bir dövlət kimi dövlət olmayacaq. Artıq bunu biz qoyduq bir kənara, vilayət fəqi sistemi qoyduq bir kənara. Sadəcə burada Trump'ın öz xilası var, amma onu da Avropa və demokratlar da düşünürəm ki, onlar da artıq onun vaxtının gəlib çatdığını görüblər. İkinci bir tərəfdən biz Laricanın sözlərini eşidirik ki, heç bir müsəlman ölkəsi bizə kömək eləmədi. Hansı müsəlman kömək eləmədi? O qarşıda olanlar müsəlmandırmı və yaxud da ki, sən müsəlmansanmı, sən kimə kömək eləmirsən? Nə bilim, sənin ən yaxşı qəhrəmanın olan Süleymanı ilə Azərbaycan torpaqlarında işğal edib ermənilərə kömək edirdiniz və ermənilərin o Qarabağı itirməməsinə yardım edirdiniz. Sənin qəhrəmanın buna işləyib. Sənin qəhrəmanın belə şərəfsizdir. Sənin qəhrəmanın belə İslam dünyasında həmişə əməliyyat keçirdi. Digər tərəfdən Ukrayna güclü görsənir. Ukraynanın qapısına dirəniblər. Ondan PUA təlimçiləri istəyirlər və çox gözəl də bir karikatura var. Hamı düzülüb onun qapısında. Bugün də Trump buna əsəbləşib deyib ki, yox, mən heç Zelenskiyə belə kömək istəmirəm. O axırıncı adamdır ki, mən ondan kömək istəyim, amma yenə də onun qapısına gəlirlər. Yəni, hər bir mənada Trump da bu məsələdə sonunun gəldiyini bilir. Sonunun gəldiyini bilir. O Amerikada hər hansı bir məsələni Amerika seçicisinin və yaxud da onun elektoratını dəyişə biləcəyinə heç özü də inanmır. Sadəcə cəhdlər edir, amma indiyənə qədər apardığı səhv siyasət hansı səhv siyasət? Sırf Avropa ilə, öz müttəfiqləri ilə apardığı səhv siyasət onun üçün əlbəttə baha başa gələcək. Təşəkkür edirəm diqqətinizə görə.